Və sizin də dediyiniz kimi 3-4 saatdan sonra bu atəşkəs rejimi bitir, hərbi əməliyyatlar bərpa olunacaq və Ukrayna tərəfinin verdiyi açıqlamalar da var ki, əslində bu atəşkəs rejimi belə səmimi olmayıb. Bu atəşkəs rejimi elan edildiyi saatlarda belə Rusiya tərəfi 5 hava hücumu təşkil edib, çoxlu sayda itkiləri var və Ukrayna tərəfi də buna qarşılıq verib. Rusiyanın Belgorod, Bryansk əyalətlərinə pualarla hücumlar eləyib və görünən odur ki, hələ də cəbhədə vəziyyət kritik olaraq qalır. ABŞ-ın, Avropanın və ümumiyyətlə dünya ictimaiyyətinin tərəflərdən atəşkəs elan edilməsi, sülh danışıqlarına oturulması ilə bağlı çalışmalar heç bir effekt vermir. Və ciddi şəkildə cəbhədə qarşılıqlı hücumlar var. Xüsusən də Rusiya tərəfi daha çox əraziləri nəzarətə götürməklə sanki danışıqlar masasında bir üstünlük əldə etməyə çalışırlar. Nə vaxta qədər davam edəcək bu daha çox ərazilərin ələ keçirilməsi? Yəni danışıqlar hazırda gedir, amma hələ də hansısa əraziləri əldə etməyə fikirləşirsə və bunun üçün addımlar atırsa Rusiya, deməli danışıqlar üçün hələ istəmir, yəni hazır deyil. Danışıqlar heç bir müsbət nəticə verməyib, təəssüflər olsun ki, və ABŞ tərəfi, konkret olaraq Prezident Donald Trump ciddi şəkildə tərəflərə təzyiqlər göstərməyə çalışır. İlk günlərdə xatırlayırsınızsa Ukrayna tərəfinə ciddi təzyiqlər göstərilirdi. Daha sonra Rusiyaya ümidlər bəslənilirdi və Moskvanın da ciddi güzəştlər getməsi və ən azından bu 30 günlük atəşkəsə əməl edilməsi tələb olunurdu ki, bu hələ ki bir müsbət nəticə verməyib. Artıq Vaşinqtonun da, Prezident Donald Trumpın da ümidlərinin artıq tükəndiyini görməkdəyik. Hətta ötən gün Donald Trump belə bir açıqlama verdi ki, biz tərəfləri sülhə çağırırıq, amma bizim səbrimiz sonsuz deyil. Hətta belə bir ifadə işlətdi ki, bu axmaqlıqdır və bu insanlar axmaqdırlar. Atəşkəs əldə olunmalıdır, müharibə dayanmalıdır. Çünki bu Pasxa atəşkəsinə qədər Rusiya şiddətli bir hücumlar təşkil elədi ki, Ağ Ev bunu qəzəblə qarşıladı. Müxtəlif ssenarilər ola bilər. Çox güman ki, bu qarşılıqlı hücumlar və Ukraynada Rusiya ərazisində az öncə dediyim kimi Belgorod, Bryansk vilayətlərində müəyyən əraziləri nəzarət altına götürüb və ümid eləyir ki, danışıqlar masasında Kiyevin əli güclənəcək və nəzarət altına götürülmüş ərazilər başa-baş olaraq dəyişdiriləcək. Amma bu mümkün görünmür, real görünmür. Çünki Kreml ciddi şəkildə istəyir ki, ABŞ tərəfindən davam edilən bu danışıqlarda ilk növbədə Vaşinqton Krımı və digər əraziləri Rusiyanın ərazisi olaraq rəsmən tanısın və Rusiya üzərinə qoyulan müəyyən sanksiyalar var, onlar götürülsün. Və burada qəliz bir proses davam eləməkdədir. Həm Vaşinqtonun ümidləri tükənməkdədir, digər tərəfdən Avropa Ukraynaya hərbi və siyasi maliyyə yardımını daha da gücləndirmək, eyni zamanda özünün kollektiv təhlükəsizliyini gücləndirməklə bağlı və Ukrayna ərazisinə quru qoşunları göndərməklə bağlı müzakirələr gedir bugün. Hətta Fransa prezidenti Emmanuel Macron bildirdi ki, Avropa ölkələri Ukraynaya ordu göndərə bilərlər. Bütün bu proseslər vəziyyətin daha da qəliz olduğunu göstərir. Müxtəlif ssenarilər üzrə bu proses davam edə bilər. Təbii ki, bugün cəbhədə vəziyyət gərgin olaraq qalır və eskalasiya daha da genişlənə bilər. Artıq Avropa ölkələri bu ilə bağlı həyəcan siqnalı çalırlar. Polşa artıq özünün hərbi büdcəsini maksimum artırıb və bu müharibənin genişlənməsi artıq Belarus, Moldova istiqamətlərində cəbhənin genişlənməsinə gətirib çıxara bilər. Amma sülh üçün həmişə ümid var. Burada ABŞ-ın, xüsusən də Türkiyənin vasitəçiliyi ilə əgər bu sülh danışıqları baş tutsa və tərəflər ən azından 30 günlük atəşkəs əldə etsələr və bu atəşkəsdə səmimi olsalar, növbəti mərhələlərdə tərəflər arasında bir sülh danışıqlarından söhbət gedə bilər. Amma tərəflər maksimum şərtlər irəli sürür ki, yəni bugün Rusiya kontekstindən yanaşsaq, Rusiya istəyir ki, az öncə dediyim kimi, bütün ərazilər öz nəzarəti altında olsun. Krım, Donetsk və Lugansk digər ərazilər Rusiyanın ərazisi kimi tanınsın, Rusiyaya yönəlik sanksiyalar aradan qaldırılsın, Ukraynanın NATO və Avropa İttifaqlığına yolunda bitərəfliyi tanınsın və Kiyev heç bir halda nə NATO-ya, nə də Avropa İttifaqına üzv olmasın ki, bu Ukrayna tərəfindən qəbul edilən bir məsələ deyil.